Hədəf Stars liseyində həm ürək xeyriyyə yarmarkası keçirilib. Beləliklə, Hədəf liseyi balabilgələrinin müxtəlif dərslərdə, dərnəklərdə hazırladıkları əl işlərinin, rəsm əsərlərinin, milli şirniyyat çeşidlərinin satışından əldə edilən maliyyə vəsaitini Yaşad fonduna ianə edir. Bu layihəni Hədəf Şirkətlər Qrupu Yaşad fondu ilə birgə artıq 5 ildir icra edir. Dünya Azərbaycanlıların həmrəyliyini həmürək şəkildə qeyd edirik. Həm ilin sonunda özümüzə bir hesabatdır. Müəllim, valideynlərimizlə birlikdə bir-birimizə dəstəkdir. Həmçinin sözsüz ki, burada Yaşad fonduna dəstək nəzərdə tutulur. Yarmarkada Azərbaycanın müxtəlif bölgələrini, türk dövlətləri və digər dünya ölkələrini əhatə edən ümumilikdə 30 təqdimat zonası yaradılıb. Bu xeyirxah yarmarkanın əsas məqsədi odur ki, bütün ölkələrin mədəniyyətini tanıyaq. Biz Azərbaycan stendində iştirak edirik. Məqsəd isə odur ki, biz həmrəliyimizi və birliyimizi qoruyaraq Yaşad fonduna dəstək olmaqdır. Hamımız gəlmişik, iştirak edək, özümüz elə Allah nəvələrimizi sevindirək. Tədbir konsert proqramı ilə davam edib.